Əziz müasirlər, bax görürsən, ilk növbədə bizdə nədir? Bizi mən nə öyrəndim? İlk növbədə nə? Tərbiyə, təhsil, idmanlar paralel olmalı. Bax görürsən, mənim özdə ali təhsil alıb, görürsən İdman Nazirliyində təlimatçı işləyib, təkcə ringdən iş açmır da, ringdə öyrətdiyi çempion olmuyor. Biz bir komandayıq. Yəni Respublika Kompleks İdman Məktəbi başda Cənab Nazirimiz Fərid Qayıbov və qurumumuzun məktəbimizin rəhbəri Rüstəm müəllim müavini Elxan müəllim və burada bizim kollektiv olaraq, məhdisi, işçi kollektivi olaraq biz çalışırıq ki, vətənin bayrağını qaldıraq, Azərbaycan çempionu olaq, Avropa çempionu olaq, dünya çempionu olaq, Cənab Prezidentlə görüşək, bayrağa xidmət edək. Təbii ki, biz çempion olanda Avropadan, dünyadan Azərbaycan çempion olanda dövlət başçımız da, nazirimiz də, klub və məktəb rəhbərliyimiz də bizləri müşahibalandırır. Aydındır? Mənim sözünüz var uşaqlar. Hiçbir şey var. Sonunda da bir xatirə şəkildə səbrə uşaqlarımızla. Gəl. Gəl də şey çəkilər mi?